olacaq sinifin idarə edilməsi mexanizmləri, strategiyaları və buzqıranlar. Gəlin görək bugün dərsimizdə deməli sinifin idarə edilməsi üçün hansı strategiyalardan istifadə edirik, onlara baxaq. Deməli ilk öncə baxırıq. Təlim-tədris prosesində müəllimdən tələb olunan səriştələrdən biri də sinifin səmərəli, yəni şəkildə idarə edilməsidir. Sinifin idarə edilməsi elə bacarıq və texnikalar toplusudur ki, onların vasitəsilə müəllim şagirdləri dərs zamanı nizam, intizamlı və hazırlıqlı olmalarını təmin edir, şagirdlərin diqqətini dərsə cəmləşdirir ki, bu da onların akademik nailiyyətlərin yüksəldilməsinə gətirib çıxarır. Sinifin idarə edilməsi strategiyalarını effektiv şəkildə icra edildikdə, şagirdlərin öyrənməsi, mənfi təsir edəcək davranışlarını minimuma enməsi, öyrənmənin dəstəkləyici davranışın isə artmasına təsir etmiş olur. Zəif idarə olunan sinifdə effektiv öyrənmə baş verə bilməz. Əgər şagirdlər intizamlıdırsa, qarşılıqlı hörmət, davranışları idarə edən qayda, prosedurlar müşahidə olunmursa, deməli burada nə yaranır? Xaos yaranır ki, səs-küylü sinif otağıdır, heç kim bir-birini dinləmir, heç kim düzgün ünsiyyətdə olmur, əməkdaşlıq yoxdur və bu da olur sinifin idarə edilməsində deməli mənfi cəhətlərdən biri. Yəni düzgün artıq sinif idarə edilmir. Bəs biz sinifi idarə etmək üçün nələrdən istifadə etməliyik? Deməli, burada gözləntilər var, qayda və prosedurlar var ki, bu gözləntilər, qaydalar bizi sinifin effektiv idarə etməsinə köməklik edən əsas strategiyalardan biri kimi götürə bilərik. Və gözlənti dedikdə nə başa düşürük müəllimlər? Siz sinifə girmişsiniz ilin əvvəlində, daxil olarkən. Sinifdə şagirdlərə nələri deyirsiniz? Bax, sinifdə şagirdlərdən gözləntiləriniz var ki, sizin dediklərinizi şagirdlər belə deyək də eşidərək onlara əməl etsinlər. Bax, bu hər bir müəllimin gözləntisidir şagirdlərdən. Və gözləntilərimiz nələrdən ibarətdir? Nələr şagirdlərə çatdırırıq? Bax, deyirik ki, məsələn, hamıya hörmətlə yanaşın, məsuliyyətli olun, təhlükəsizliyə riayət edin. Məsələn, sinif otağından kənara çıxdıq, palqonda, koridorda deyək də qaçmaqdan, bir-birinizi itələməkdən çəkinmək lazımdır. Və yaxud da deyir ki, sakit işləyin, başqalarının rahat işləməsi üçün şərait yaradın, başqalarını danışanda diqqətlə dinləyin, sözünüz olanda əlinizi qaldırın, növbənizi gözləyin, nəzakətli sözlərdən istifadə edin. Və bunlar nədir? Bunlar hamısı müəllimin gözləntiləridir ki, şagirdlərə çatdırırlar və dərsə vaxtında gəlin, sinifə düzgün daxil olun. Bunlar hamısı bizim gözləntilərimizdir. Dərs ilinin əvvəlində bunları şagirdlərə çatdırırıq. Bax, deyir, gözləntilərin izahı şagirdlərə aydın şəkildə verildikdə, şagirdlər müəllimin onlardan nə istədiklərini dəqiqliklə anlayırlar. Bax, gözləntilərimizi verdik, amma baxırıq ki, şagirdlər bizim gözlədiyimiz kimi deyil. Bu, bizim gözlədiklərimizlə, yəni ki, dediklərimizə əməl etmirlər. Bu zaman müəllim neyniyir? Qaydalar tərtib edir. Qaydalar da bir növ daha sərt formada olur ki, qaydalar belə deyək də, sərt formada deyəndə bu ənənəvi işə aiddir ki, köhnə üsluba da deyək, sərt şəkildə cəza tətbiq etməklə qoyurlar. Bax, qaydaları biz şagirdlərə davranışın pozuntusu olmaması üçün qoyuruq və onlara çatdırırıq. Şagirdlər görürük ki, qaydaları etməkdə çətinlik çəkirlər. Bax, bir də müəllimlər nəyi nəzərdə saxlayaq, qaydaları necə tərtib edirik? Qaydanı təkcə müəllim tərtib etmir, yadınızda qalsın. Qaydaları müəllim şagirdlərlə qarşılıqlı olaraq sinif qaydalarını birlikdə tərtib edirlər. Və bu qaydaları tərtib edərkən şagirdlər nəyə əməl etməlidirlər, nəyə əməl etməməlidirlər? Mənfi nəticə şagirdlərə belə deyək də cəza vermək olmaz, bunu kənara qoyuruq. Bu qaydalarımıza zidd olan bir şeydir. Biz şagirdlərlə
qaydamızı tərtib edirik və qaydalarda ki, gözləntilərimiz var, onları qeyd etmiş oluruq ki, şagirdlər həmən qaydalara əməl etsinlər. Bayaq deyirdik, sinif otağından kənara çıxdınız, düzgün formada yeriyin, dəhlizdə düzgün qaçın, yəni qaçmayın ki, düzgün formada yeriyin ki, kimlənsə toqquşma olmasın, yaralanma olmasın, bir-birinizi dinləyin. Dərsə bayaq ki, deyirdik ki, gözləntilər var. Bunları sadəcə çatdırmışdıq şagirdlərə. Amma indi isə qaydaları tərtib edərkən onlarla birlikdə qaydaları bu formada tərtib edirik. Tərtib etdik qaydalara. Bu qaydalara əməl etmək üçün biz bunları neynəməliyik? Artıq qaydalara əməl etmək üçün onlarda belə deyək də bunu vərdiş halına gətirməliyik. Vərdiş halına gətirmək üçün də burada proseslərdən istifadə etməliyik. Bax, insan bir işi qaydaya əməl etmək üçün, bax, məsəl üçün, övladınız olsun, heç məktəbdə şagirdlər olmasın. Hər hansısa bir evdə qayda qoymuşsunuz, deyirsiniz ki, bu bizim evimizin qaydasıdır, düzdür. Bax, bu qaydaya əməl etməsi üçün onlarla bunu onun vərdiş halına çevirməniz lazımdır. Vərdiş halına gətirmək üçün də ardıcıllıqla bu işi görmək lazımdır. Məsəl üçün, belə deyək də, uşaqlara dərsdə, məktəbdə dərsimizə gecikməməyin. Onlara öyrətməliyik. Ardıcıllıq olaraq ki, hər gün saat neçədə dərsə gəlməliyik. Sonra və yaxud da ki, belə deyək də, deyirik ki, dərs keçdiyimiz zaman dərsə gecikdiniz, hətta görürsünüz, gecikmişsiniz, dərs gedir, düzdür. Heç bir şey dərsə mane olmadan sadəcə keçib yerinizdə əyləşməlisiniz. Bax, yerindən əyləşir uşaq və yaxud da ki, deyirik ki, dərsdir, dərsimiz qutardı. Qutarana 2 dəqiqə qalmış, hər kəs neyniyir? Çantasını yoxlayır, baxır görər ki, əşyaları yerindədir, stolu düzgün qaydada qoyulubdur. Ondan sonra sinifdən çıxa bilər. Bax, bu qaydaları da biz şagirdlərdə proses halına keçirmək üçün, bax, yadınızda qalsın, 21 gün ərzində bunu ardıcıllıqla, bu prosesləri, deməli, şagirdlərə təkrar elətdirsək, məsələn, bayaq dediyim kimi, dərsə 2 dəqiqə qalmış hər kəs durur və partasının düzgün olub olmadığına baxır, əşyalarının hamısının yerində olduğuna baxır. Sonra ardıcıllıqla hərə sırayla sinifdə, belə deyək də, sinif otağından artıq çıxırlar. Və bu ardıcıllığı biz 21 gün ərzində həyata keçirsək, artıq bu proses gəlir vərdiş halına keçir ki, bu da möhkəmləndirmə baş verir. Şagirdlər artıq buna öyrəşmiş olurlar. Və bu da sinifin idarə edilməsində ən mühüm amillərdən biridir ki, sinifdə səs-küy, xoetik yaranmır. Deməli, birinci neynədik? Gözləntilərimizi bildirdik. Gördük ki, yox, gözləntilərlə şagirdlər bunlara əməl etmir. Qaydalar tərtib etdik. Qaydaları da tərtib etdikdən sonra o həmən qaydalara əməl etmələri üçün şagirdlərə ardıcıllıqla onları məşq elətdirdik də, bir növ məşq elətdirdik ki, şagirdlərdə bu artıq ardıcıllıq olaraq proses halından vərdiş halına çevrilsin. Və bunlar hamısı olur sinifin effektiv idarə edilməsi. Və bu olur bizim deməli birinci gözləntimiz, sonra qaydamız, üçüncü isə gəldi. Deməli bu prosesi necə möhkəmləndirməyimizdir. İndi isə müəllimlər biz nəyə baxaq? Məşq edəndən sonra sinifin idarə edilməsi üçün lazım olan daha bir strategiyalar var. Bu strategiyalardan nələrdən istifadə edə bilərik? Deyir, sinif daxili konfliktlərin həll edilməsi. Əgər sinifdə sakit mühit istəyiriksə, sinif daxili konfliktlərin həll edilməsi üçün də strategiya lazımdır. Bax, deyir, konfliktlər istənilən növ situasiyalarda yarana bilər. Çünki insan faktoru olduğu hər bir yerdə konfliktin olması qaçınılmazdır. Şagirdlərin içində olduğu konfliktlər digər problemlərə də yol aça bildiyi üçün onları daha tez həll edilməsinə maraqlı olmalıyıq. Lakin bizim məqsədimiz şagirdlər arasında olan konfliktləri özümüzün deyil,
Bax, onların, şagirdlərin, yəni özlərinin həll etməsinə imkan yaratmalıyıq. Bunun üçün onlara sinif iclaslarında konfliktin həll etmə bacarıqlarını formalaşdırmalıyıq. Konflikt tərəflərindən biri digər tərəfi öz məqsədinə çatmaqda mane olduqda qarşısını kəsmək istəyəndə baş verir. Konflikti həll etmənin aşağıdakı 3, yəni spesifik, aydın yolundan danışmaq olar. Sinif iclasının bir keçirilməsi, yazılı şəkildə ortaq dəyərlərin yaradılması, xüsusi müəllim strategiyaları. Sinif iclasının keçirilməsi nə formada baş verir? Şagird və müəllimlər rəsmi şəkildə yığışmasıdır. Yəni, sinif iclasları şagirdləri lazımi formada davranmağı öyrədilməsi və möhkəmləndirilməsi baxımından güclü bir vasitədir. Həmçinin şagirdlərə təhlükəsiz bir şərait, problemi müzakirə etmək imkanı da verir. Hətta deyir, bu iclaslarda heç vaxt danışmayan, səssiz qalan şagirdlər də faydalana bilər. Çünki baxırıq, konfliktdə nə baş veribdir? Hərə öz fikrini aydın şəkildə, belə deyək də, çatdırır. Hərə özü deyir ki, məsələn, bu iş belə oldu. Və burada hər kəsi dinləyir bir-birini. Heç kimin sözünü kəsmir. Və bunu şagirdlər də formalaşdırır. Deyir, çünki sinifdə cəmiyyətin bir mikrohüceyrəsidir. İstənilən bir insan qrupda fərqli fikir və düşüncələr, fərdi ehtiyaclar, qrup ehtiyacları arasında balanslardan və s. ibarətdir. Belə sinif iclaslarında şagirdlər arasında baş verən həqiqi konfliktləri də müzakirə etmək olar. Lakin fikir vermək lazımdır ki, belə müzakirələr zamanı şagirdi utandıracaq şeylər deyilməsin. Problemdən asılı olaraq sinif iclasları müxtəlif cür təşkil oluna bilər. Bu iclaslarda müəllim problemin konflikti xülasəsini təqdim edər. Hər iki tərəf, şagird, növbə ilə problemi öz tərəfindən şərh edər. Məsələn, iki şagird arasındadır, hər öz fikrini deyir buradakı, yəni konfliktdə bu oldu, digər şagird də deyir ki, konflikt bu cür baş verdi, hər öz fikrini ifadə edir. Qrupdakı şagirdləri imkan yaradılır ki, problemin həll yolu kimi öz təkliflərini bildirsinlər. Konfliktdə olan iki şagird aradan uzaqlaşarkən deyir, ikisi bir yerdə təklikdə bu məsələni necə həll edəcəklərini qararlaşdırıb, geri qayıdaraq sinifə məruza edirlər. Deyir, şagirdlər müəllim olmadan da baş vermiş konfliktləri bu zaman özləri həll etməyi bacarmalıdır ki, artıq bu cürə deyir şeyləri iclaslar yox, iclaslarda biz formalaşdıraraq, yəni hər dəfə iclas təşkil etməyək də formalaşdıraraq ki, şagird bu konfliktləri özləri həll edə bilsin. Və mümkün həll yolları necədir konfliktin həll etməyin? Arada hər hansısa bir konflikt baş verib, belə deyək də, bir-birini başa düşməməzlik var. Burada üzr istəmək olar. Mümkün həll yollardan biridir. Və görürsən, o, belə deyək də, səhv danışır, özündən asılı deyil də, sən hirslənirsən, hadisə yerini tərk edə bilərsən. Deyir, baş verilənlərə məhəl qoymamaq, göz ardı etmək də bunun çıxış yolları ola bilər. Növbəti sinif iclasının gündəliyinə daxil edə bilmək olar. Sakitləşmək üçün bir də birdən ona kimi saymaq, qarşı tərəflə əl sıxmaq, başqa bir seçim etmək, bunlar mümkün həll yolları kimi göstərilir. Deyir, sinif iclasları şagirdlərdəki aşağıda verilən uzun müddətli sosial bacarıqları inkişaf etdirə bilər. Fikirlərini və baxışlarını konstruktiv şəkildə ifadə etmək bacarığı, kreativ düşüncə, yəni kreativ yaradıcı. Digərləri ilə problem həll etmək, öz davranışı və davranışını digərlərinin üzərində təsiri barədə refleksiya etmək, başqalarının davranışının ona necə təsir edəcəyini mədəni şəkildə bildirmək, hörmətlə digərlərinin fikirlərinə sorğu-sual etmək. Daha sonra baxırıq, sinif iclaslarının əsas prinsipləri nədir? Sinif iclaslarının əsas prinsiplərindən biri qarşılıqlı hörmət, dürüstlük və mehribanlıq, bir də fəal dinləmə. Ortaq dəyərlərin yaradılması, deyir, yazılı şəkildə ortaq dəyərlərin yaradılması konfliktlərin daha effektiv həll yolunun əsasını qoyur. Burada şagirdlərin məsuliyyətli
məsuliyyət daşıdıkları məqamlar və bu məqamlarda bir-birinə necə davranmalı olduqlarını qeyd olunur. Gəlin bu cədvəldə necə məsuliyyətlərimiz barədə ortaq qərarlarımız verir. Bütün sinif üçün, bir də fərdlər üçün. Bütün sinif üçün biz özümüzün düşüncələrimizi, davranışımızı, fiziki sağlamlığımızı, məqsədlərimiz üçün məsuliyyət daşıyırıq. Yəni, burada hər birimiz bunun üçün məsuliyyət daşıyırıq. Digərini oxuyaq. Deyir, biz başqalarına qarşı davranışımızı, yəni başqalarının nə dediyimizə və onlara qarşı nə etdiyimizə məsuliyyət daşıyırıq. Bu bütün sinif üçündür bu verilən məsuliyyət. Müəllimlərimizin və yoldaşlarımızın bizə necə davranmasında bizdə rolumuz var. Əlbəttə ki, ola bilər ki, biz kobud olarıq ki, onlar da bizi kobud davranar. Onların bizə davranışı bizim onlarla nə dərəcədə hörmətlə ünsiyyət qurmağımızın, sərhədlərimizi necə müəyyənləşdirməyimizin nəticədidir. Bunlar bütün sinifə aiddir. Fərdlər üçün necədir? Sinifdəki digər şagirdlər özlərinə, yəni hisslərini, hərəkətlərini sözlərindən cavabdehdirlər. Mən hisslərimi, sözlərimi, hərəkətlərinin nəticəsində baş verənlərə 100% cavabdehlik daşıyıram. Artıq fərd özündən danışır. Etdiklərimin nəticələri ilə üzləşmək mənə həyatı təcrübəsini yaşadır. Sinifdəki digər şagirdlərin də etdikləri ilə üzləşmək həyat təcrübəsi yaradır. Yəni, baxıram ki, sinifdə şagirdlər də nə edibsə, ondan da özüm üçün həyat dərsi keçirirəm. Bu məsuliyyət barədə olan ortaq qərarlarımızdır. Daha sonra sinifdə davranışla bağlı problemlərlə məşğul olarkən müəllim iki cür yanaşma göstərə bilir. Biri reakativ və biri proaktiv. Reakativ yanaşma dedikdə nə başa düşürük müəllimlər? Reakativ yanaşma göstərən müəllim baş verənlərlə bağlı əvvəlcədən hazırlanmış heç bir planı yoxdur. Yəni ki, əvvəlcə bunu hazırlaşmamışam da qəfil rastlaşıram bundan. Sadəcə problemin yaranma zamanı qışqırmaqla, cəza ilə, hədə qorxu ilə reaksiya verir və sinif müvafiq qaydaya davranmağa məcbur edir. Amma effektiv təlim mühiti yaradan müəllim isə proaktiv münasibət göstərir. Yəni, onun sinif pozuntularının baş verməməsindən qabaq bu cür pozuntuların qarşısını alan bir planı var. Çünki belə bir müəllim bilir ki, sinif otağındakı bir nömrəli problem nizam, intizam qaydaları deyil, prosedur, rutin, iş rejimi, yəni sinifin akademik nailiyyətləri üçün sinif təşkil edən planın əksikliyi ilə əlaqədardır. Proaktiv müəllim problemlərin baş verməsinin qarşısını necə almalı olduğunu bilir. Çünki niyə? Əvvəlcədən həmən müəllim gözləndiyi qayda, prosedur tətbiq edir. Müəllimlər, yadınızda qalsın, prosedurlar əvvəlcədən təyin edilir. Dərs ilinin əvvəlindəki, sonra artıq bu şagirdin dərsə gecikməsində, dərsdə səs-küy yaranmasında problem olması, yəni problem olmasın deyək də, belə deyək. Çünki artıq bu problem varsa, deməli müəllim əvvəlcədən qayda və prosedurları düzgün qoymayıb. Burada müəllimin özündədir, səhv yadınızda qalsın. Sinifin idarə edilməsində buzqıran strategiyalarından da istifadə edirik. Buzqıran strategiyası nədir? Şagirdlərlə uşaqların arasında olan buzların əriməsidir. Bunlar əriyərsə, onlar bir-birini daha yaxşı tanınmış olurlar. Bunlar bir-birini tanınanda da artıq bir-birinin empatiya hissi bəsləyir. Onun hisslərini, belə deyək də, başa düşmək olur. Deyir, buzqıran strategiyalarını daha çox akademik ilim bunun da əvvəlində tətbiq edilir. Lakin müxtəlif vaxtlarda da ehtiyac duyduqda da istifadə etmək olar. Üstünlükləri nədir? Bir-biri ilə tanış olmağa kömək edir, bir-birinə inam yaradır, məlumatlar sərbəst bölüşməni təmin edir, təhlükəsizlik öyrənmə mühiti yaradır, utancaqlığı aradan qaldırır, gərginliyi aradan qaldırır. Məsəl üçün, bir-birlərini şagirdlər elə bil ki, bir növ sorğu təşkil edirlər, bir-birlərini tanımağa çalışırlar buzqıran strategiyasında. Bir-birlərini tanıdıqdan sonra aralarındakı buzlar dəriməyə başlayır. Deyir, necə tətbiq edirik? Bəzi buzqıranlar həyata keçirmək üçün müəyyən resurslara ehtiyac ola bilər. Bu baxımdan da seçdiyimiz buzqıran üçün lazım olan materialı əvvəlcədən hazırlanması, həyata keçirmə prosesinin
planlaşdırılması vacibdir. Əks halda dərs zamanı gərəksiz vaxt itkisinə yol verə bilər ki, bu da yol verilməzdir də, yol vermək olmaz buna. Dərs zamanı ancaq dərs üçündür, dərs keçirilməlidir. Deyir, sənin keçmişini, indini və gələcəyini təsvir et 3 sözlə. 3 sözlə mən elə bir keçmişimi də, gələcəyimi də təsvir edirəm. Deyir, şagirdlər kiçik kağızlarda özlərini təsvir edən 3 söz yazır və bir-biri ilə bölüşürlər. Sonra onlar sinifdə müzakirə edirlər. Sənə məxsus olan unikal xüsusiyyətləri təsvir et. Şagirdlər öz xüsusiyyətlərini paylaşır və onlar müzakirə edir. Baxırlar ki, bu zaman paylaşdıqlarında belə deyək də bir-birinə uyğun xüsusiyyət var. Məsələn, bunda da şagirddə də bu xüsusiyyət var, digərində də var xüsusiyyət. Paylaşmalarında deyir, posterlərin birini seç və ona cavab yaz. Dərsdən deyir, bir gün əvvəl şagirdlər müəllimin göstəricisi ilə onlayn platformadan istənilən bir postda paylaşırlar. Şagirdlər bir-birini yazdığını oxuyur və növbəti gün dərs vaxtı ən çox bəyəndiyi paylaşma fikir bildirirlər. Absurd suallar nədir? Şagirdləri qruplara bölünür və onlar əgər sözü ilə başlanan absurd, amma eyni zamanda da düşündürücü suallar verilir. Deyir, məsəl, əgər hamının ideal yaddaşı olsaydı nə baş verərdi? Əgər insanlar maksimum 40 yaşına qədər yaşasaydı, həyat necə olardı? Əgər insanlar emosiyalarını büruzə verməyi bacarmasaydılar, bir-birimizlə münasibətimiz necə olmalıdır? Deyir, şagirdlər qruplarda verilən sualları müzakirə edir və öz cavablarını təqdim edirlər. Strategiyaya həyata keçirmək üçün təqribən 10 dəqiqə vaxt tələb edir. Burada daha bir strategiyamız var, TOR strategiyası. Şagirdlər dairə boyu düzürürlər. Yumaq, yəni sapdır bu. Yumağı şagirdlərin əlinə verirlər. Hər şagird dairədə olan şagird barmağına 2-3 dəfə doluyur və özü haqqında danışır. Adını, soyadını deyir, hobbisini deyir. Sonra həmən yuvarlığı digər şagirdə keçirdir. Və belə-belə həmin onun ailəsində neçə nəfər var, özü haqqında məlumat verə-verə yuvarlaqlar bir-bir şagirdlərdən bir-birinə keçir. Sonda yuvarlaq, belə deyək də, tor şəklində o hörümçək kimi dairədə torlanmış olur. Deməli, burada da şagirdlərdə, məsələn, bir evdə 2 övladdırsa, ikisini də, bunlarda da o formadadırsa, bunlar deməli bir-birinin oxşar cəhəti var. Və yaxud da xüsusiyyətləri varsa, bu yumaqda barmaqlarını doladıqca, bu tor formasında şəkil əmələ gəlir və görülür ki, insanların bir-biri ilə nə qədər ortaq cəhəti var. Və bu da şagirdlərin arasında ortaq cəhətlərə görə nə baş verir? Buzların əriməsi baş vermiş olur. Bu prosesi də həyata keçirmək 20-25 dəqiqə vaxt tələb edir. Və bu bizim deməli bugünkü dərsimiz idi ki, sinifdə biz sinifin idarə etməsini nə cürə edə bilərik? Əsas da imtahanda düşən suallardan biri budur. Gördüyümüz kimi biz gözlənti edirik. Gözləntidən sonra qaydalar, qaydalardan sonra prosedurlar tələb etmiş oluruq. Və əsas bu dərsimizdə bunları dəqiq şəkildə öyrənib testləri işləyirsiniz.